Allahın salamı olsun sizə, dəyərli insanlar. Fikirlərimizi çatdırmaq istəyərkən salamlaşmaq çox gözəl adətdir. Buna bir növ məşədibat demişkən adətkarda olmalıyıq. İlk salam verib sonra danışmalıyıq. Nə başınız ağrıdı? Salam haqqında çoxlu hədislər var. Mən də oxumuşam, siz də oxumusunuz. Amma nədənsə bu günləri salam haqqında bir balaca məlumat vermək istədim. Salam Allahın adıdır. Gərək salamı verən də, alan da ədəbli olsun. Belə hədis var ki, salam verən də, alan da savab qazanır. 5 hərfdən ibarət olan bu sözün daxilində böyük bir məna gizlənir. Yəni, hamıya salamatçılıq və əminamanlıq arzulamaq. Bundan da gözəl arzu, istək olarmı? Həm də salam vermək duadır. Yəni, Allah səni əminamanlıq içində saxlasın, səni şərdən, böhtandan qorusun, xətadan uzaq tutsun. Allahın Rəsulu buyurur ki, salam verib salam almaq insanlar arasında sevgini, səmiyyəti artırır. Ona görə də salamı təbliğ edin. Anlayana salamın faydası çoxdur. Allahın Rəsuluna bir şəxs salam verir, cavabında Peyğəmbər Allah ondan razı olsun buyurur. Əssalamu aleykum. Bir də salam verəndə deyir ki, Əssalamu aleykum və rəhmətullahu. Üçüncü dəfə salamın cavabında Əssalamu aleykum və rəhmətullahu və bərəkatuhu deyir. Və buyurur ki, yaxşı olar ki, salamın cavabını tam verəsiz ki, savabınız çox olsun. Salam verməyə bilərsən, amma salamı almamaq günahdır. Verilən salamı almaq borcundur. Salamı almamaq həm salam verənə, həm də salam sahibinə hörmətsizlikdir. Salamlaşmaq Peyğəmbərimizin yoludur, dinimizin buyruğudur, bərəkətdir. Həm də bir kəsin necə insan olduğunu bilmək istəyirsənsə, bax gör necə salam verir. Biz adətən kiçiyin salam verməsini gözləyirik. Əslində, kiçiyin böyüyə salam verməsi ədəbdir. Böyüyün isə ilk salam verməsi təvazökarlıqdır. Kim birinci salam verirsə, o daha çox qazanır. Salamı həyatımızın ayrılmaz hissəsinə çevirək. Quran-ı Kərimdə yazılır, sizə salam verildiyi zaman onu daha gözəl alın və ya qaytarın. Şübhəsiz, Allah hər şeyi hesaba alandır. Allahın salamı olsun qəlbində kin, kidurət, paxıllıq, rəzillik, saxtakarlıq olmayan insanlara. Allahın salamı olsun ruhu gözəl olanlara. Allahın salamı olsun qəlbində Allah sevgisi olanlara. Allahın salamı olsun əhl-i beytə, əhl-i beyt yolu ilə gedənlərə, cəmi peyğəmbərlərimizə. Allahın salamı olsun 14 məsumlarımıza. Allahın salamı olsun Ali Pənci Əbaya, onların sevgisini daşıyanlara. Allahın salamı olsun Seyidəni sevənlərə.